Salam, hər vaxtınız xeyir. Buraxılışa dəstək layihəmizin ikinci hissəsi ilə part 2 ilə davam edirik. Gəlin başlayaq. Ya Allah, bismillah. İlk nömrəli suala baxsaq, sualın şərtində ifadə verib və onu sadələşdirmək istəyir. Yəni bunu sadələşdirməyimizi tələb edir. Gəlin baxaq. Birinci verilənləri qeyd etməliyik ki, verilənimiz nələrdir? Birinci verilənimiz x-in mənfi olmasıdır. İkinci verilənimiz də modulca y-ın mənfi y kimi xaric olmasıdır. Soruşulan ifadəmiz nədir? Soruşulan ifadəmiz sadə bir ifadədir. Sadəcə kökün altındadır. Bunu biz elə birbaşa x plus y-ın kvadratı kimi yaza bilərik də. Müxtəsər vurma düsturudur da. Elə bil ki, AB-nin yerinə x, y yazmışıq. İndi bu soruşulan ifadəyə baxaq. Birinci, burada sadələşdirmə apara bilərik də. Yəni ki, bu kvadrat kökü itirəcək, alınan ədəd mütləq modula girməlidir. Çünki dərəcə cütdür. Bundan sonra da moduldan modulun xassəsinə görə xaric olacaq. Modulun xassəsinə görə xaric ola bilməsi üçün işarəni bilməliyik. Yəni biz y-ın da işarəsini təyin etməliyik. Gəlin təyin eləyək. Baxın, fikir verirsinizsə, y moduldan çıxanda mənfi işarə ilə çıxıb. Bir dəyişən moduldan çıxan zaman nə zaman qırağına mənfi işarə atılırdı? Dəyişənin özü də mənfi qiymətinə malik olduğu halda. Bilirsiniz niyə? İki mənfi yanaşı işlənsə, bu iki mənfi bir-birinə vurulub moduldan müsbət ədəd çıxmaq xassəsini ödəyəcək. Diqqətli olun, moduldan mənfi ədəd çıxır demirəm. Mənfi işarə ilə dəyişən çıxa bilər. Dəyişənin özü də mənfi olduğu halda nəticə etibarilə moduldan müsbət ədəd çıxır. Demək, bu y-ın özü mənfi olmalıdır. Məsələn, mənfi 3 olsa, tutalım, moduldan müsbət 3 çıxmış olur, belə çıxır. Yəni, tamamilə doğrudur. İndi baxın, fikir verirsinizsə, x da mənfidir, y da mənfidir. Bunları toplayanda da mənfi eləyir. Mənfi eləyirdisə, biz moduldan çıxaran zaman qırağına bir mənfi atırdıq. Bu mənfi çıxmadır öz yerində. İfadə var deyə mötərizə açmalıyıq. Bura bir dənə mənfi atmalıyıq. Elə bil ki, mənfi x plus y deməliyik. Qısaca, içəridəkilərin işarələri dəyişməlidir. Hər ikisi müsbətdirsə, hər ikisi mənfi olacaq. Bərabərdir. X minus y, bu mənfi içəriyə vursa olacaq, üstə gəl x, olacaq, üzərinə gəlsin y. Y getdi, cavabımız 2x şəklində olacaq. Bitdi. Doğru cavab 2x. Maraqlı sual idi. Davam eləyək. 2 nömrəli suala baxaq. Faizlə əlaqədar sualdır. Yəni, imtahana faiz tipində sual da gəlir. Demək, sualda usta ilə şagirdin detal hazırlamasına söhbət gedir. Gəlin verilənlərimizi belə qeyd edək. Baxın, bu usta olsun, bu şagirdə olsun, bu da ümumilikdə. Çünki mən şərtə baxmışam, ikisində birlikdə söhbət gedir də. İkisinin birgə icra etdiyi işdən söhbət getdiyindən ümumi də yazaq. İndi, bir usta gün ərzində plan üzrə 60 detal hazırlayır. Bu plan üzrədir də, normalda. Baxın, plan üzrə. Şagirdi isə 40 detal hazırlamalıydı. İkisi birlikdə plan üzrə 100 detal hazırlamalıdırlar. Bunu da qeyd etdik. Yaxşı, davam eləyək. Bir usta planını 105%, şagird isə 90% yerinə yetirib. Bu bilirsiniz nə deməkdir? Bu plan üzrədir. Bu isə real olan haldır da, real olan hal. RH yazıram. Yəni ki, görülən iş. Real olaraq görülən iş. Usta 105% yerinə yetirib planı. Baxın, 60 tam bütövdür də. Bütöv bir şey 100% idi də. Yəni, tamamilə 100%. Usta 100% işi görsə 60 detal hazırlayır. Lakin usta 105% görüb, 5% də artıq görüb. Yəni ki, 60-ın üstünə, bu 100% tam 60-dır, 5% də gəlməliyik. Nəyin 5%-ni? 60 dənə detalın 5%-ni. Yəni ki, hesablasaq 3 dənə də əlavə detal hazırlayıb deməkdir bu. Bunu belə də eləyə bilərsiniz. Məsələn, 100% 60, 105% x. Elə buradan gəlir. Bu məncə daha qısa üsuldur da. 5% artıq yerinə yetiribsə 60-ın üstünə gəlirik. Niyə üstünə gəlirik? Artıq dediyindən. 5% dediyindən də 60-ın 5%-ni tapırıq. Olur 63. Demək, usta 63 detal hazırlayıb. Şagird isə yazıq şagirdindir ki, tənbəlliyindəndir, nədəndirsə, indi bu 90% yerinə yetirib. Yəni ki, tam bitirməyib də 90%-ni görüb. 40-ın 90%-i 36 eləyir. 36 detal hazırlayıb. İkisi bir yerdə 99 detal hazırlayıb. İndi şərtə baxaq nə deyir?
Onlar birlikdə işin neçə faizini yerinə yetiriblər? Soruşulan hissədədir də bu. Bunu tapmaq üçün 99-u böləcəyik 100-ə, yəni bu detal olan hissəyə, detal sayına vurmalıyıq 100%. Eləyir 99%. Yəni belə də zaten buradan şifahi görünür. Ümumi 100 detal hazırlamalıydılar. 99'unu hazırlayıblar. Yəni elə 99%'ni hazırlayıblar ikisi bir yerdə. Bitti. Cavabımız oldu 99%. Bu da maraqlı sual idi. Digər suala baxaq. 3 nömrəli sual ifadənin qiymətinin tapılması ilə əlaqədardır. Bu tip sualları da həll etmək üçün uzun yola ehtiyac yoxdur. Əsasən qısa üsul olur və birinin içində digərini müşahidə etmək əsasında olur. Verilənimiz nədir? A çıxılsın kökdə A bərabərdir 3. Soruşulan nədir görək? Soruşulan A'nın kvadratı çıxılsın 7A'dır. Bir ifadə verilib, başqa bir ifadə soruşulur. Bu ifadələr arasında əlaqə var, onu görmək lazımdır. Əlaqəni görmək üçün əlaqə yaratmalıyıq. Baxın, burada A var, heç kök yoxdur. Belə çıxır, kökdən qurtulmaq lazımdır ki, bəlkə bir əlaqə görə bilək. Kökdən qurtulmaq üçün mən kökü atıram bu tərəfə, 3'ü atıram bu tərəfə. Olur A çıx 3 bərabərdir kökdə A və hər iki tərəfi kvadrata yüksəltsəm, olacaq elə bil ki, A çıx 3'ün kvadratı bərabər olacaq kök A'nın kvadratına. Baxın, bunu eləməklə mən buna yaxınlaşmaq istəyirəm də görün buna yaxın nə ala bilirəm. Hesablasaq birinci bu olacaq müxtəsər vurma düsturuna görə A kvadrat çıxılsın 2-3 6A 3'ün kvadratı plus 9 bərabərdir. Kök A'nın kvadratı elə A kvadrat eləyir də. Üzr istəyirəm, elə A eləyir. A'nı atsaq bu tərəfə A kvadrat olacaq çıx 7A plus 9 bərabərdir 0'a. Baxın, bizdən soruşulan ifadə nədir? A kvadrat çıx 7A. Bunu tapmışıq da. İndi 9'u atarıq digər tərəfə. Yəni bunu rahat bir şəkildə görə bilərik. A kvadrat çıx 7A bərabərdir mənfi 9'a. Bitti. Mənfi 9 olaraq cavabı qeyd edirik. Keçidək 4-cü suala. 4-cü sualda deyir 6 ədədin ədədi ortası 14'ə bərabərdir. Bu ədədlərdən birini çıxartdıqdan sonra ədədi orta 12 olur. Çıxarılmış ədədi tapın. Bu da maraqlı sualdır. Baxın, birinci ədədi orta nə idi? Ədədlərin cəminin onların sayına olan nisbəti. 6 dənə ədəddən söhbət gedir. Baxın, 6 ədədin cəminə bir dənə x deyim. Onların cəmini sayına bölsəm, mən 14'ü tapacağım da, yəni ədədi ortanı normal halda. O zaman burada mən x'i tapıram da, bu 6 dənə ədədin cəmini rahatlıqla tapa bilirəm də. 60, 6, 4, 24, 84. Bitti. Bu bir. Bu birinci hal, yəni normal halda da. Baxın, indi ikinci hissəyə fikir verək. İkinci hissədə deyir ki, bu sıradan bir ədədi çıxardırıq. Bu bilirsiniz nə deməkdir? Baxın, məsələn yazıram 3 üstə gəl 4 üstə gəl 5. Bu sırada mən bir dənə ədədi, məsələn 3'ü çıxarıramsa, bu 3 cəmdən də çıxılır da, saydan da çıxılır, cəmdən də çıxılır. Yəni demək istədiyim nədir? Bu x'dır ümumi, yəni bunu bilirik, elə birbaşa gəlin yazaq 84. Bu cəmdən bir dənə bir y çıxırıq, bir dənə ədəd. Artıq ədədlərin sayı da 5 olur. Və bu da 12'yə bərabərdir də, ədədi orta bu halda 12'dir. Tənasüb vurub hesablayacağıq və y-ı taparıq. 60 eləyir, y da buradan bərabərdir 24'ə. Çıxarılan ədəd 24'dür. Çünki bir dənə ədəd çıxarmışıq da, cavabımız oldu 24. Gəlin davam edək. 5 nömrəli suala baxaq. Demək, sualın şərtində verilənləri qeyd eləyək. Verilənimiz nədir? 2 dənə çoxluğumuz var. Bir A çoxluğudur. Daxil olduğu aralıq mənfi sonsuzluqdan mənfi 7'yə qədər mənfi 7'ni alır. Digəri B çoxluğudur. Daxil olduğu aralıq 4'dən müsbət sonsuzluğa qədər 4'ü və müsbət sonsuzluğu almır. Bu zaten bəllidir, müsbət sonsuzluğu almayacaq. Bizə nə deyir? Birləşməyə daxil olmayan tam ədədlərin cəmini tapın. Baxın, birləşməni tam şəkildə rahat görə bilməyin ən gözəl yolu ədəd oxun üzərində təsvirdir də. Baxın, mənfi 7'ni burada qeyd eləyək, 4'ü burada qeyd eləyək. 4'ü almadığımdan içi boş dairə, mənfi 7'ni aldığımdan içi dolu dairə. Baxın, belə deyək də, mənfi sonsuzluqda mənfi 7'yə
Bu bir, yəni ki, mənfi sonsuzluqdan bu tərəfdən gəlir mənfi 7-yə qədər. Bu bir hissədir. Bir də 4-dən müsbət sonsuzluğa qədər. 4-dən müsbət sonsuzluğa qədər də baxın buradan davam edir. Bu mənfi sonsuzluq olan hissə, bu da müsbət sonsuzluq olan hissə. Birləşməyə daxil olmayan tam ədədlərdən söhbət gedir. Baxın, birləşmə nədir? Bu iki dənə aralığın birləşdirilməsi. Bu aralıq birləşir o biri aralıq. Bura daxil olmayan, bu ortada qalan hissədir də. Bu ortada qalan hissə də hansı hissədir ona baxaq. Mənfi 7 özü bura aiddir. Bu birləşməyə daxil olduğundan bizim bu aralıq ki götürəcək, burada mənfi 7-nin özü daxil olmayacaq artıq. Çünki mənfi 7 daxil olub, o tərəfdə var. Mənfi 7 daxil olmayacaq. Tam ədədlərdən söhbət gedir. Elə birbaşa bu aralıqda yaza bilərik də. Mənfi 6, mənfi 5, mənfi 4. Elə qısaca olsun deyə yazıram. Mənfi 3, mənfi 2, mənfi 1, 0-dır, 1-dir, 2-dir, 3-dür və 4-ə baxaq. 4-ü burada almayıb. Yəni ki, 4 özü də bizim sıraya daxildir. Bunları biz toplasaq, cavab sadəcə mənfi 11 eləyər. Bitdi. Cavab oldu mənfi 11. Bu qədər qısa şəkildə. Beləliklə videomuzun sonuna gəldik. Sizlərə dəstək olmağa çalışdıq. Sizlərə uğurlar.